Qarabağ Newcastle qarşı bu səhvləri edərsə, bizi Liverpool-la maçdan daha çətin ssenari gözləyir. Yəqin ki, hamınız Qarabağın Liverpool-la maçda işləmədiyi halda belə necə inadla qapıdan qısa paslarla çıxmaq istədiyini və rəqibin amansız qısa pressinglə bizdən top alıb bizi cəzalandırmaq istədiyini və cəzalandırdığını gördünüz. His xəbər ondan ibarətdir ki, Newcastle pressing oyununun kralıdır. Yəni pressing elementində Newcastle Liverpooldan da qat-qat güclü komandadır. Məsələn, Chelsea ilə maçda Garnacho ilk pressing məngənəsinə düşür, 3 futbolçunun arasından çıxaraq yuxarı qalxmış mərkəz müdafiəçi olan Fofanaya pas atır. Amma Fofananı sol cinah winger olan Anthony Gordon amansız pressingə məruz qoyur. İkinci cəhddən topu alır və bu hücum onunla bitir ki, mərkəz müdafiədə azlıqda qalan Chelsea Voltemade'dən qol buraxır. Newcastle daha bir üstünlüyü sol cinah yüklənməsidir. Eddie Howe'un oyun fəlsəfəsində adam sağda balanslı, solda isə rəqib üçün xaotik və dağıdıcı oyuna üstünlük verir. Bunun da 3 elementi sol cinah müdafiəçisi olan Lewis Hall, sol cinah yarım müdafiəçisi olan Joe Linton və ən əsas pressing maşını olan və bütün pressingi, bütün hərəkəti başladan Anthony Gordon'dur. Burada əslində müdafiəçi olan və ən az kreativliklə məşğul olmalı olan Lewis Hall Manchester United qarşı gör nə edir? 2 rəqibi keçərək topu qapı tirinə vurur. Sadəcə olaraq Manchester United bəxti gətirir ki, bu epizod qolla nəticələnmir. 9 nömrə mövqeyində isə Newcastle bizim üçün potensial 2 sürprizi var. Onlardan biri Nico Voltemade'dir, o birisi isə Vissadır. Voltemade'nin boyu 1.98 olsa da başla bitiricilikdə o qədər də mükəmməl deyil, amma ayaqları idealdır. Baxın bu epizodlarda gördüyümüz kimi Voltemade başla bitirəcəyi halda belə ayağı ilə bitirir və çox yaxşı şəkildə bunu edir. Vissa isə hardasa Camilo Duran'la müqayisə oluna bilər. O rəqibin mərkəz müdafiəçilərini pressing etməyində ustadır və pressingin başlanğıcının bir növ triggeridir. Amma Qarabağın eyni zamanda Newcastle-a qarşı kifayət qədər ciddi şansları var. Niyə? Newcastle bir böyük eybi var. O da ki, komanda avtobus parkovkaya gedən rəqibə qarşı oynaya bilmir. Onun müdafiəsi qarşısında aciz qalır. Manchester United 6-2-2 taktikasıyla müdafiə olunur. Baxmayaraq ki, birinci hissənin ortasında Patrick Dorgu qol vurub hesabı açıb. Newcastle qalan 60 dəqiqədə 0.5 XG-dən artıq qol epizodu yarada bilmədi. Yenə də Unai Emery 6-2-2 taktikasıyla müdafiə olundu və Newcastle buna qarşı sadəcə olaraq primitiv asmalardan başqa hər hansı bir əlacı yox idi. Bizim fikrimizcə, əgər Qarabağ qısa paslarla qapıdan çıxmağın əvəzinə bunu bir qədər azaldaraq vertikal oyun oynamaq istəsə, yəni oyunu bir qədər sadələşdirsə, Newcastle çox ciddi şəkildə cəzalandıra bilər. Çünki bu halda həm Newcastle vertikal paslara olan həssaslığı üzə çıxır, həm də ki pressingi darmadağın olunur. Qapıdan qısa paslar isə Newcastle üçün ən böyük hədiyyə olar. Çünki bu zaman onun intensiv pressingi işə düşür. Siz necə düşünürsünüz? Qarabağ rəqibə adaptasiya olacaq, yoxsa yenə də öz birliyini oynayacaq?